bacı qardaş birlikdə dünyasını dəyişib. Gün sonra eşitmişəm, bir gündən sonra. Həyəcan evə qalxdım ki, görüm bizdən də yoxsa. Öz evləri idi yoxsa? Yox, yazının öz evi var. Elə ki, havalar soyudu, dəm qazı kabusu canlanmaqda davam edir. Bu dəfə bacı qardaş birlikdə dünyasını dəyişib. Hadisə dekabrın 20-sinin axşam saatlarında paytaxtın Xətai rayonundakı çoxmərtəbəli binalardan birində bu mənzildə qeydə alınıb. 17 yaşlı Zeynəb Yaralıyeva və onun 16 yaşlı qardaşı Amin dəm qazından boğularaq həyatını itirib. Ev kimi aşağıdaydım, qaydanda gördüm səs göyər. Həyəcan evə qalxdım ki, görüm bizdən də yoxsa. Gəldim evə gördüm ki, aşağıdan səslər falan gəlir, qalxdım evə. Sonra düşdüm ki, hamı yığışıb bura. Deyirlər ki, rəhmətə gedib. Bacı qardaş idilər. Onlar burada kimlə yaşayırdılar? Anası ilə yaşayırlar. Hansı saatlarda baş verdi hadisə? 8 tam idi. Qonşuların hamısı gəlmişdi, skor falan sonradan gəldi. Hamından çıxartmışdılar. Ki, hansı? Bacım. Qazın iyisi falan gəldi hər yerdən. Bacı qardaş dəm qazından boğulub dünyasını dəyişib. Eşitdinizmi? Hə, eşitdim. Tanıdınız onları? Belə anasıyla bir-iki dəfə liftlər qarşılaşmışdım. Yəni burada öz evləri idi yoxsa? Yox, yazının öz evi var. Kiraya qalırdılar burada? Hə, Çoxdan qalırdılar kirayada. 1-2 il olar. Qusarım kəndindən idi, bilmirəm hansı kəndindən. Hə, yəqin dəfn olmaya, yəqin oraya aparardılar da, polis zat gəldi apardı.